Hər vaxtınız xeyir. Bu buraxılışda da ən vacib və gündəmdə olan xəbərləri diqqətinizə çatdıracağım. Sərhəd rejimi, miqrasiya məsələləri, yeni aviareyslər, iqtisadi və hüquqi yeniliklər haqqında ən operativ məlumatları vaxtında almaq istəyirsinizsə, həm mənim bu YouTube kanalıma, həm də ZM Novosti Azərbaycana Telegram kanalıma abunə ola bilərsiniz. Burada məlumatlar daha dolğun, daha operativ və rəsmi mənbələrə əsaslanır. Kanalların linki videonun aşağısında, yəni açıqlama hissəsində və ilk şərhdə yerləşdirilib. İndi isə xəbərlər. Rusiyada miqrantı qeydiyyata almayan ev sahibini 5000 rublə qədər cərimə gözləyir. Yerli medianın məlumatına görə miqrantı qeydiyyata almaqdan imtina edən mənzil sahiblərini 5000 rublə qədər cərimə gözləyir. Qanunvericiliyə əsasən Rusiya ərazisində xarici vətəndaşların yerləşdirilməsi ilə bağlı qəbul edən və dəvət edən tərəf məsuliyyət daşır. Stat: Rusiya ərazisində xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin qalma qaydalarının pozulmasına görə müəyyən edilmiş inzibati məsuliyyət mövcuddur. Müəyyən olunmuş qaydaların pozulması ilə yaşayış sahəsinin təqdim edilməsi inzibati xəta hesab olunur və bu 5000 rublə qədər inzibati cərimənin tətbiqinə səbəb olur. Statın sonu. Hüquqşünaslar isə bildirirlər ki, vəzifəli və hüquqi şəxslər üçün bu qayda pozuntusuna görə cərimə məbləği 500 min rublə qədər arta bilər. Ekspertlərin isə sözlərinə görə xarici vətəndaşların gəlişi barədə miqrasiya qeydiyyatı orqanına 7 iş günü ərzində məlumat verilməlidir. Bu ilin yanvar ayında Azərbaycana 182 minə yaxın əcəmi vətəndaş səfər edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 8984 nəfər və yaxud 5% çoxdur. Bu barədə Dövlət Turizm Agentliyi xəbər verir. Məlumata görə ötən ay turist axını Rusiyadan illik müqayisədə 2% artımla 42342 nəfər, Türkiyədən 15% artımla 36536 nəfər, İrandan isə 2,1% artımla 15399 nəfər olub. İlk onluqda qərarlanan digər ölkələr Gürcüstan, Pakistan, Qazaxıstan, Özbəkistan və İsrail olub. Mərkəzi Asiyanın əsas bazarlarından olan Qazaxıstandan gələnlərin sayı 5676 nəfər təşkil edib ki, bu da 2,5% artım deməkdir. Özbəkistandan gələnlərin sayı isə 5130 nəfərə çataraq 72,3% artım nümayiş etdirib. Bu ildən Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Turizm Bürosu hədəf ölkələrdə ənənəvi təbliğat üsulları ilə yanaşı rəqəmsal alətlərdən və sosial media kampaniyalarından daha geniş şəkildə istifadə etməklə marketinq və kommunikasiya fəaliyyətlərinin gücləndirilməsini planlaşdırır. Məqsəd ilk mərhələdə Azərbaycan haqqında rəqabət qabiliyyətli və çoxşaxəli turizm istiqaməti kimi məlumatlığı artırmaq, növbəti mərhələdə isə Azərbaycanlı brend kimi tanıtmaqla ölkəmizə səyahəti və marağı təşviq etmək, nəticə olaraq isə bu marağı real səfər qərarına çevrilməsinə təkan vermək və qlobal mövqeyini gücləndirməkdir. Aşağı gəlirli miqrantlara əmək patenti verilməsinin qadağan edilməsi təklif olunur. Rusiya Nazirlər Kabineti gəliri yaşayış minimumundan aşağı olan miqrantlara əmək patentinin verilməsini və ya uzadılmasının qadağan edilməsi ilə bağlı qanun layihəsini Dövlət Dumasına təqdim edibdir. Sənəd parlamentin elektron bazasında yerləşdirilib və layihənin izahat qeydində bildirilir. Stat: Əmək patentinin verilməməsi və ya uzadılmaması və ya qüvvədən düşməsi üçün aşağıdakı hallardan hər hansısa birinin mövcudluğu kifayətdir. Xarici vətəndaş barədə müvafiq məlumatın olmaması, təqdim olunmuş məlumatlara əsasən xarici vətəndaşın gəlirinin, onun özünün və ya Rusiya Federasiyası ərazisində himayəsində olan hər bir ailə üzvü üçün hesaplanan yaşayış minimumundan az olması, bütün bu hallar əmək patentinin verilməməsi üçün əsas sayıla bilər. Azərbaycanın bölgələrində bir günlük istirahət neçəyə başa gəlir? Məlum olduğu kimi, son illərdə Azərbaycanda qış turizmi sürətlə inkişaf edən və turistlərin maraq göstərdiyi əsas səyahət və istirahət sahələrindən birinə çevrilib. Ekspertlər bildirir ki, turistlər hazırda daha çox qış təsisatlarının olduğu Quba, Qusar və Qəbələ istiqamətlərinə səfərlər edirlər. Bu bölgələrdəki 5 ulduzlu otellərdə bir gecəlik qalmaq haqqı 200-300 manat, fərdi evlərin bir günlüyü 50 manatdan 150 manata dək, villalarda isə qiymətlər 100-500 manat aralığında dəyişir. Təbii ki, qiymətlərə həftə sonları, bayram günləri də təsirini göstərir. Bu bölgələrlə yanaşı Lənkəran, İsmayıllı, Gəncə, Naftalan istiqamətlərinə də gedən turistlərin sayı az deyil. Həmin bölgələrdə hotel və manzillərin günlük istifadə haqqı daha aşağı olur, deyə ekspertlər əlavə edirlər.
Gözləntilərə görə qarşıdakı aylarda daxili turizm axınının davam etməsi bu sayədə aktivliyi qoruyub saxlayacaq. Rusiyadan mart ayından etibarən xarici işçilərin işdən çıxarılması üçün əsaslar genişləndiriləcəkdir. Belə ki, Rusiyadan mart ayından etibarən regionlarda xarici işçi qüvvəsinin cəlb edilməsinə məhdudiyyətlər tətbiq olunduğu hallarda işə götürənlər miqrantları işdən çıxarmaq hüququ əldə edəcəklər. Bu barədə müvafiq sənəddə qeyd olunur və yeni qanun 1 mart 2026-cı il tarixindən qüvvəyə minir. Bundan əvvəl Rusiyanın əmək məcəlləsində xarici vətəndaşla əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi yalnız federal səviyyədə tətbiq olunan məhdudiyyətlər nəzərdə tutulurdu. Artıq bu siyahıya regional hakimiyyət orqanlarının qərarları da əlavə edilibdir. İzahat qeydində bildirilir ki, 2025-ci ildə bu cür məhdudiyyətlər, məsələn, Moskva vilayətində, Krasnodar diyarında, Novqorod və Nijni Novqorod vilayətlərində tətbiq olunubdur. Həmin regionlarda qəbul edilmiş normativ hüquqi aktlara əsasən patent əsasında çalışan xarici vətəndaşların bir sıra fəaliyyət sahələrində işləməsinə qadağa qoyulubdur. Bu zaman işə götürənlər bir tərəfdən məhdudiyyətlərin yerinə yetirilməməsinə görə 1 milyon rublə qədər cərimə və ya fəaliyyətin dayandırılması riski ilə üzləşir. Digər tərəfdən isə xarici işçinin işdən azad edilməsi barədə qərar qanunsuz hesab edilə bilərdi. Yeni dəyişiklik isə bu hüquqi boşluğu aradan qaldırır. Daha 4 ölkənin turistləri Azərbaycana vizasız gələ biləcəklər. Belə ki, vətəndaşların səyahət imkanlarının asanlaşdırılması və ölkələr arasında əlaqələrin gücləndirilməsi məqsədi ilə Səudiyyə Ərəbistan Krallığının, Oman Sultanlığının, Küveyt dövlətinin və Bəhreyn Krallığının ümumvətəndaş pasportlarına malik olan vətəndaşlarının 2026-cı ilin 15 fevral tarixindən 2027-ci ilin 15 fevral tarixinədək Azərbaycan ərazisinə daxil olması üçün viza tələbi ləğv edilib. Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilibdir. Bildirilir ki, yeni qaydaların qüvvədə olduğu dövr ərzində müvafiq ölkə vətəndaşları Azərbaycan Respublikasına 3 dəfə vizasız gələ və hər girişdə 30 günədək qala bilərlər. Xatırladım ki, Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilərin Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınması vacibdir. Həmçinin qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğu təqdirdə əcnəbilər ölkə ərazisində müvəqqəti olma müddətləri bitənədək bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün asan xidmət mərkəzlərində fəaliyyət göstərən miqrasiya xidmətləri işçi pəncərəsi vasitəsilə fiziki qaydada və ya xidmətin rəsmi internet səhifəsinin elektron xidmətlər bölməsinə keçid etməklə elektron qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər. Miqrantın ildə 10 aydan az işləməsi VNJ-nın ləğvinə səbəb ola bilər. Rusiya hökuməti tərəfindən Dövlət Dumasına təqdim edilən digər qanun layihəsində miqrantların müvəqqəti yaşama icazəsinin RVP və ya daimi yaşayış icazəsi VNJ-nın ləğv edilməsi şərtlərinin dəqiqləşdirilməsi təklif olunur. Layihəyə əsasən miqrantlar icazənin verildiyi tarixdən etibarən bir il ərzində 10 aydan az işlədikləri halda onların VNJ və ya RVP-si ləğv edilə bilər. İzahat qeydində qeyd olunur ki, stat, əgər hesabat ilində xarici vətəndaş 10 aydan az müddətdə əmək fəaliyyəti ilə məşğul olubsa və ya bu fəaliyyət nəticəsində əldə etdiyi gəlir, həmçinin investisiya və idarəetmə fəaliyyətindən əldə etdiyi gəlir region üzrə tətbiq olunan yaşayış minimumunun özünə və himayəsində olan hər bir ailə üzrə hesablanmış məbləğdən azdırsa, bu müvəqqəti yaşama icazəsini və ya yaşayış icazəsinin ləğv edilməsi və ya verilməsindən imtina edilməsi üçün əsas sayılacaq. Bu şərtlərin həmçinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi və məişət ehtiyacları üçün fiziki şəxslər yanında çalışan xarici vətəndaşlara da şamil edilməsi təklif olunur. Belə ki, hesabat ilində bu fəaliyyət 10 aydan az davam etdikdə və ya sabit avans ödənişi formasında gəlir vergisinin, yəni NDFL-ın ödənilməsi 10 aydan az müddət üçün təsdiqləndikdə müvafiq icazələr ləğv edilə bilər. Sənəddə bildirilir ki, hazırda Rusiyada əmək fəaliyyəti göstərən xarici vətəndaşların yüksək ixtisaslı mütəxəssis kimi tanınması üçün tələb olunan minimum əmək haqqı məbləği ayda 250 min rubldan çox olmamalıdır. Qeyd olunur ki, bu məbləğ 2010-cu ildən bəri yalnız bir dəfə əhəmiyyətli şəkildə yenidən nəzərdən keçirilib.
Beləliklə, bu buraxılışımızın da sonuna gəldik. Ən vacib və operativ xəbərləri ilk siz almaq istəyirsinizsə, mənim ZM Novosti Azərbaycanı Telegram kanalıma və həmçinin də bu YouTube kanalıma abunə ola bilərsiniz. Kanalların linkləri videonun altında və ilk şərhdə yerləşdirilib. Və salam, növbəti buraxılışda görüşənədək sağ olun, salamat qalın.